Bu Venezuelada baş verən hadisələri mən biraz başqa prizmadan baxmaq istəyərdim. Yəni burada məsələ kim düz edib, kim düz eləməyib, kim diktatordur, kim demokratdır və s. bu məsələləri qoyub bir yana. İki məsələ yönətmək istəyərdim məsələni. Niyə lideri belə otağından rahat şəkildə oğurlayıb aparırlar və lap belə Amerika kimi dövlət bunu belə edirsə yenə bunu edirlər. Lap tam rahat şəkildə eləmirlər, amma istənilən halda bunu bacarırlar bir neçə saatə başqa ölkə və xalqı da niyə buna sevinir? Yəni gəlin bu sualları qoyaq. Və xalqı deyil yaxşı oldu. Baxın biz əvvəlki nümunələri göstərib İraq ordusu Bağdada girəndə yadımda bir kadrlar var idi. Oradakı əhali Amerikan əskərinin əlini öpürdü. Sonra həmin o Amerikan əskəri İraqda 2 milyona yaxın adam öldürdü məsəl üçün. Amma o əskər gələndə onu bir azad gətirən kimi onun əlini öpürdülər. İndi Venezuelada da oynayırlar, sevinirlər. Və bu həm də digər hakimiyyətlər, digər ölkələr üçün bir nümunə olmalı. Bəlkə vaxtında İraqdakı o hadisələr Venezuela hakimiyyəti üçün nümunə olsa, indi bu vəziyyətə Venezuela hakimiyyəti düşməzdi. İndi də kimlər üçün də bu nümunə olmalı ki, bir neçə ildən sonra və yaxud da onun daha tez bir zamanda Venezuela hakimiyyətin başqa oxşar bir aqibəti yaşaması, növbəti bir ölkənin hakimiyyəti. Yəni imperialist güclərin əlində fərq etməz bunu Amerika eləyər, Rusiya eləyər, Çin eləyər, fərq etməz. Və biz də bundan nəticə çıxartmaq. Azərbaycan da balaca ölkədir, Venezuela da balaca ölkədir. Və mən burada Azərbaycanda da kadrlar gördüm. Sağ əli bizim başımıza yazanlar da var idi və bunu istəyənlər də var idi. Mən sağ əli, bu cür şeylərin sağ əli ancaq düşman ölkələrin başında olmasını istəyirəm. Çünki mən nə qədər də öz hakimiyyətə müxalifətdə olsam, narazı da olsam, etiraz da bildirsəm və mən 18 yaşımdan peşəkar siyasətlə məşğulam, 18 yaşımdan müxalifətdəyim bu hakimiyyətə qarşı rəsmi şəkildə. Amma istənilən halda mən heç vaxtı bunu öz hakimiyyətim üçün arzulamaram belə sonucu. Niyə? Niyə onu görə mən bunları sevirəm və artıq bunlara müxalifət edirəm? Xeyr, bunları sevmirəm və bunlara yenə müxalifət edirəm. Amma burada məsələ dünən Amerikanın bunu Venezuela eləyəni mən həmən o anda bu fikir münasibət bildirmişdim. Sabah eyni şey Rusiya, İran, Azərbaycan edə və başqa şüalar altında. İsrail gün İraqa bunu Amerika eləyən, sabah Azərbaycana başqa şüalar altında başqa ölkələr edər. Və burada məsələ dövlətdən gəlir. Baxın biz nə deyik? Venezuela bu məsələdə bu Venezuelada belə şey baş verdi. İlk olaraq adamın Venezuela haqqında nə adamın yaddaşları nə cür təsəvvür yaran bu ölkə banan ölkəsi. Çünki normal güclü, hüquqi dövlətə bunu heç kəs eləyə bilməzdi. Heç Amerika belə edə bilməzdi belə bir şey. Amma banan ölkəsinə təəssüf olsun ki, 3-cü dünya ölkəsində korrupsiyanla, rüşvətlə boğulan ölkələrdə, ədalətsiz seçkilər keçirilən ölkələrdə insanların haqqları hər mənada siyasi, iqtisadi, sosial, dini hər mənada haqqları, vətəndaşların haqqları yerilən ölkələrə təəssüf ki, bunlar baş verir. Bu İraqda da baş verdi, bu Venezuelada da baş verdi, bu Libyada da baş verdi. Bu çox nümunələr göstərmək olmaz. Panamanı da göstərmək olur. Ondan əvvəl başqa nümunələr də Yugoslaviyanı da göstərmək olmaz və s. Çünki xalq vətəndaş hakimiyyəti tərəfindən heç nəyə alınanda və hakimiyyəti ancaq öz gücünə, öz puluna, öz ordusuna, öz polisinə, öz kəşfiyyatına, başqa ölkələrdəki dəstəyinə arxalananda axırı belə ola bilər. Çünki hər bir hakimiyyət, hər bir ağıllı hakimiyyət, hər bir müdrik hakimiyyət ilk öncə öz xalqına arxalanmalıdır. Baxın, Maduro öz xalqına ilk növbədə arxalansaydı, öz ordusuna yox, öz polisinə yox. Mən əminəm ki, Venezuela ordusu da, polisi də çox güclüdür. Amma öz xalqına arxalansaydı, Saddam Hüseyin vaxtı ikən öz xalqına arxalansaydı, həmin o liderlər, həmin o ölkələr yaşadığı aqibəti yaşamazdılar, onları paketləməzdilər, onları asmazdılar. Vaxtında Türkiyəyə də bunu etmək istədilər, amma gördünüzmü, Erdoğan milləti yıxdı meydanları və millət gəldi. Çünki niyə? Çünki Erdoğan hər seçkidə 90% özünə yazdırmırdı, 80% yazdırmırdı, heç 70% belə yazdırmırdı. Düzgün seçki keçirib, lazım oldu ikinci turda qalib gəlirdi, amma şəffaf şəkildə, doğru olaraq qalib gəlirdi. Və ona görə həmən onu istəyən onun tərəfdarları küçələr axındı, ona dəstək verdi. Bəli, xalqına arxalanan müdrik ağlı hakimiyyətlər
heç kəs nə paketləyə bilməz, nə asa bilməz. Uzaqbaşı seçkidə məğlub olub hakimiyyətdən adam kimi gedə bilərlər normal şəkildə. Amma xalqından başqa hər şeyə, hər kəsə arxalanan hakimiyyətlərsə arxası, bax, gördüyümüz ki, ola bilər. Bu, bizdə Azərbaycan həm hakimiyyəti, həm də dövləti olaraq qulağımıza sırğa eləməliyik. Sən bir, xalqını yaşatmalısan, iki də xalqını ideoloji böyütməlisən. Yoxsa xalqını yaşatmayaraq, ideoloji da böyütməyərək, əksinə çal-çağırlarla, bayağı komediya serialları ilə, bayağı musiqilərlə, bayağı verilişlərlə, qeybətlə və s. ötçeli məkanını dolduranda, xalqını bu cür tərbiyə edəndə, nə xalqın ideoloji olmur, üstəlik də xalqının varını, dövlətini yiyib dağıdanda, axırı, bax, Venezuelanın axırı olur, axırı İraqın axırı olur. Ona görə bizim hakimiyyət də bu məsələdə qulağına sırğa edib, bundan nəticə çıxartmalıdırlar. Xalqına baxmalısan, xalqını ideoloji böyütməlisən, çal-çağırlarla yox, ideoloji xalqından qorxmamalısan, ideoloji xalqın sonunda sənin arxanda olar və deməz ki, sağalı bizim başımıza. İdeoloji xalq anlayar ki, yox, burada məsələ şəxslərdə getmir, burada məsələ dövlətdən gedir. Bir ölkənin prezidentini paketləyəni təkcə ölkənin prezidentini paketləmirlər, o ölkənin özünü paketləyirlər. Necə ki, Trump demirdi, nə Venezuelada hakimiyyəti özüm idarə edəcəm, özüm nəzarət edəcəm, Rubio'da tapşırmışam. Nə orada ana müxalifət lideri var, Nobel mükafatı alan deyir, o kimdir? Heç ona da hakimiyyəti təhvil verirlər. Bax, Venezuela'na necə rəftar edir, öz müstəmləkəsi kimi. Ona görə buna sevinmək lazımdır və bunu istəmək öz ölkən üçün lazımdır. Lap nə qədər sən öz hakimiyyətini sevməsən də, istəməsən də, sən öz ölkən üçün bunları istəməməlisən. Sən ideoloji xalq olsan istəməməlisən. Amma təəssüf olsun ki, səni hər hakimiyyət necə əkir, o cür də biçir. Necə siyasət aparır, onunla qarşısında o cür siyasi bir təfəkkürlə xalq olur. Bizim hakimiyyət vaxtında öz xalqına həm baxsaydı, iqtisadi, sosial baxımdan, həm də ideoloji baxımdan yetiştirsəydi, bu saat indi sağalı bizim başımıza yazanlar olmazdı. Amma hələ də qatar getməyib. Ruslanın bir sözü var. Lutçu poza çemikavda. Bunu düzəltmək olar.